Ağdərə rayonu Paprevənd kəndində dağın üstündə gördüyünüz Alban məbədi. Belə bir məbəd var. Ağdərə Paprevənd kəndi. Bu yanda da türbə. Qədimi bir türbə. Ağdərə Paprevənd kəndi. Kiçik bir qəbirstanlıqdır. Ziyarətgah var. Qara Pirim ziyarətgahı. Belə bir ziyarətgah var. Bu da türbə. Belə bir ziyarətgah. Qara Pirim ziyarətgahı. Qədimi bir türbə. Onuncu əsrdə yaşamış Qara Pirim ziyarətgahı. Ziyarətgahın yerini mən bilmirdim. Təxminə yardım çıxdım. O da mənim 57-ci Azərbaycanda gəzdiyim, etdiyim 57-ci ziyarətgahdır. Bu da qədimi bir məscid. Daha bir qədimi məscid. Ağdərə Paprevənd kəndi. Paprevənd, Ağdərə. Qədimi bir qəbirstanlıq. Belə bir qədimi türbə dağıdılmış vəziyyətdə. Seyid Nigari Ziyəddin Ağa türbəsi. Belə bir türbə olub. Ermənilər tərəfindən dağıdılıb. Ağdərə Paprevənd. Ağdam, Paprevənd, Çüllütəpə yaşayış yeri. Belə bir qədimi yaşayış yeri var. Yazılıblar bura. Paprevənd kəndi. Ağdam, Ağdərə yolu. Yolumuz devam edir. Ağdərə, Ağdam yolu arası. Demək olar ki, Ağdam rayonun sahəsindəyəm. Daha bir kənd. Kənddə ermənilər tərəfindən bağlıdır. Kəndin adı səhv eləmirəmsə Paprevənd olmalıdır. Tam dəqiq deyə bilmirəm. Amma məncə Paprevənd kəndidir. Yolumuz devam edir. Yolumuz devam edir. O kəndin adına mənim Miravan deyirdi. Bu kəndin adı əslində qalsa Ağdam rayonunun Boy Əhmədli kəndidir. Ağdam rayonunun Boy Əhmədli kəndi.
Yolumuz devam edir. Çətin yollarla gəlmişəm. Ağdərə yolu, Ağdərə, Ağdam yolu. İndi də Ağdama tərəfə gedib. Oradan Bərdə 4 yolu, oradan da Tərtər yoluna çıxmalıyam. Ağdam rayonunun Kənkərli kəndində belə bir türbə var yol qırağında. Qalxıb gedə bilmirəm ora, çünki biraz buralar işğaldan təzəli azad olub. Yəni min azad ola bilər, ona görə də çox belə yerlərə girmirəm. Orada taxtalar da qoyublar ki, minalı sahədir. Ona görə də qıraqdan çəkiliş edirəm. Ağdam rayonunun Kənkərli kəndi bu vaxtda gördünüz. Burada da bir lövhə transport var. Nekrolog, ölkə əhəmiyyətli arxeoloji abidə. Bilmirəm nə abidəsidir, dağıdılıbdır yəqin ki. Nəsə bir abidə olub. Daha doğrusu bura qəbristanlığa da oxşuyur. Yəqin ki, Kənkərli kəndinin qəbristanlığıdır. O da türbəsidir. Türbə dağıdılmıyor, amma qəbristanlıq dağıdılıb. Ağdam rayonu Qızıl Kənkərli kəndi. Ağdam Qızıl Kənkərli kəndi. Davam edir. Gördüyünüz bu kənddə Ağdamın Maqsudlu kəndi. Ağdamın Maqsudlu kəndi. Bu kənddə 1988-ci ildə həmin Qızıl Yaqutun oğlanların kiçik toyunda olmuşam. Həmən bax bu kəndidir, Maqsudlu kəndi. Ağdamın Maqsudlu kəndi. İndi dağıdılıb, demək salamat ev yoxdur. Yolumuz da davam edir. Ağdam rayonu. Ağdam rayonunun Şahbulaq kəndi. Qarşıdakı dağıdılmış Şahbulaq kəndi. Bu da Şahbulaq qalası. Ağdamın Şahbulaq qalası. Şahbulaq qalasına bu yolu bir dəfə Ağdamdan gəlmişəm. Ağdamdan bura kimi gəlmişəm. Bugün isə Tərtər Ağdərə yolu gəldim. Şahbulağa. Yəni bu yolu birləşdirdim. Bir də o yandan gəlmişdim Ağdamdan. Bura kimi. Bu dəfə də Ağdərədən gəldim. İndi buradan o yana Ağdama kimi getdiyim yol təkrar yol olacaq. Yəni bu yol getmişəm bir dəfə. Həm təkrar olacaq mənim üçün. Ağdamın özünə kimi. Yola bilsin, özünə getmədim, 4 yol var. Oraya gelib 4 yolun düşəcəm aşağı. Evet, gedirik. Davam edir. Böyle bir 4 yoldur.
Bu yan Xıdırlı, Əsgəran, bu yan Ağdam şəhəri, bu yanda Bərdə, Tərtər yolu. Bu da Ağdərə yolu. Belə bir 4 yolda dayanmışam. Yolum da sol tərəfə Bərdə, Tərtərədir. Ağdam. Bu yol Ağdam şəhərinə gedir. Ağdam şəhərinə, ondan sonra Füzuliyə, Xocavəndə. Gəldiyim arxa yol Əsgəran, Xocalı, Xankəndi yoludur. Bu yolda Tərtər, Bərdə yolu. Mənim yolum inşallah bu yanadır. Tərtər, Bərdə. Davam edir Ağdam rayonu. Aşağıda gördüğünüz daha bir kənd, işğaldan azad olmuş bir kənd. Hansı kənddir bilmirəm, dağıdılmış bir kənddir. O yanda bir dənəsi var, o yanda bir dənəsi var. Bu yanda böyük bir kənddir. Hansı kəndlərdir bilmirəm, Ağdamın işğaldan azad olmuş kəndləridir. Bu yolda Bərdə, Tərtərə gedir. Yolumuz da Tərtərədir. Yolumuz davam edir. Ağdam rayonu Başqərvənd kəndi. İşğaldan azad olmuş daha bir kənd Başqərvənd. Ağdam rayonunun Başqərvənd kəndidir. Yolumuz davam edir. Ağdam rayonu. Ağdam rayonunun daha bir kəndi, işğaldan azad olmuş daha bir kəndi. Hansı kənddir bilmirəm, amma yadımda düşür. Bir kənd var. Kənd də ermənilər tərəfindən dağıdıldı. Yolunda Tərtər rayonudur. Tərtər rayonunun Təzəkənd kəndi. Ağdamı çıxdıq, gəldik, girdik Tərtər rayonunun ərazisinə. Hal-hazırda da Tərtər rayonunun Təzəkənd kəndindəyəm. Buradan da Tərtər rayonunun kəndlərindən Tərtər şəhərinə gedirik. Yolumuz davam edir. Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi. Yolumuz Tərtər şəhərinədir. Axır ki, gəlib Tərtər şəhərinə çatdım. Uzun bir yol sürdüm. Tərtərdən Ağdərəyə, Ağdərədən Ağdam, Ağdamdan Bərdə 4 yolu, oradan da Tərtər. Belə bir yer fırlanmışam. Yəni kilometrajla bilmirəm. Çox. Ola bilər 100 olsun, ola bilər biraz az olsun. Amma çətin bir səfər idi. İnşallah gedib gəlmişəm bura kimi. İnşallah buradan o yana da gedərəm. Tərtər şəhəri.